Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında Abşeron rayon İcra Hakimiyyəti, Xırdalan şəhər bələdiyyəsi və o cümlədən regional təhsil və mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə geniş bayram şənliyi təşkil olunub. Bayram tədbirində Abşeron rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, başçının müavini Gülnar Rəhimova, Xırdalan bələdiyyəsinin sədri Anar Abbasov, regional idarələrin əməkdaşları, rayon sakinləri, şəhid ailələri və qazılar iştirak ediblər. Parkın ərazisi Novruzun zəngin milli atributları ilə bəzədilərək bayram ab-havasına xüsusi rəng qatıb. Məktəb və məktəbə qədər təhsil müəssisələrinin kollektivləri tərəfindən təşkil olunan sərgilər iştirakçılar tərəfindən maraqla qarşılanıb, milli mədəni dəyərlər bir daha nümayiş etdirilib. Tədbir çərçivəsində milli geyimli iştirakçıların təqdim etdiyi xalq oyunları və rəqslər, vətənə həsr olunmuş musiqilər, peşəkar iştirakçıların çıxışları bayram coşqusunu daha da artırıb. Bununla yanaşı, fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi və yarmarka qonaqların böyük marağına səbəb olub. Bayram gəzintisindən sonra incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim edilib. Ədəbi bədii kompozisiyalar səhnələşdirilərək izləyicilərə unudulmaz anlar yaşadıb. Tədbir ümumilikdə sakinlərə yüksək əhval-ruhiyyə bəxş edərək Novruzun birlik, həmrəylik və yenilənmə ruhunu bir daha özündə əks etdirir. Nizami Rəsulov, xüsusi olaraq Dinaz TV üçün.